XM hesabına kart hesabı ilə necə balans artırmaq olar, sizə onu göstərəcəm. Burada gəlirsiniz, balansınızın üzərinə tıklayırsınız. Tıkladıktan sonra burada olan sizin hesablarınızın hansının balansını artırmaq istəyirsinizsə, o zaman depozit tıklayırsınız. Depozit tıkladıktan sonra kredit, debit kart seçirsiniz və ondan sonra yükləmək istədiyiniz məbləği yazırsınız. Yazdıktan sonra $100 qeyd edib confirm edirsiniz. Və bundan sonra sizi belə bir səhifəyə gətirəcək və siz buradan artıq kartlarınızın detallarını yazmaya başlamalısınız. Siz oraya $100 qoyanda sizin kartınızdan 172 manat çıxacaqlar. Əgər Leo Bankdan istifadə edirsinizsə. Düzdür, burada ola bilər ki, yazsınlar ki, məlumatlarda ƏDV olaraq da müəyyən qədər pul çıxacaqlar. Amma əslində onun yazılmağına baxmayaraq o pul sizdən çıxılmır. Məsələn, deyək ki, gəlib giriş eləyirik Leo Bankımıza. Burada göstərir ki, məsələn, $100 görə 170 manat pul çıxacaqlar, əlavə ƏDV olaraq isə 30 manat da ƏDV götürəcəklər. Amma bu doğru deyil. Bu, belə yazmağına baxmayaraq sizdən elə cəmi 172 manat pul çıxacaqlar. Leo Bankdan əgər ödəniş eləsəniz, başqa digər bankları bilmirəm. İndi isə giriş edəcəm XM-ə və görürük ki, artıq ödəniş tamamlandı. Və beləliklə gördüyünüz kimi XM bizdən sadəcə 172 manat pul çıxdı $100-dan ötürü. Yəni o ƏDV-yə görə hər hansısa bir pul sizdən götürmür. Və girib baxırıq balansımıza. Gördüyünüz kimi balansımız artıq $100 kimi artıb. MetaTrader'ə də artıq bu hesabı əlavə eləmirsinizsə, balansınızı MetaTrader'də də görə bilərsiniz. Deyək ki, artıq pulumuzu çəkmə vaxtıdır. Pulumuzu nə cür geri çəkə bilərik? Biz pulumuzu hansı kartla bura qoymuşuqsa, həmən kartla da geri çəkəcəyik. Burada sadəcə withdraw basırsınız. Withdraw elədikdən sonra yenə əməlki qayda ilə bank kart payout edirsiniz və buradan həmən o hansı kartla ödəniş eləmişdinizsə, sonuncusu, yəni dəyişmək üçün seçim verməyəcək. Deyəcək, ancaq bu karta vura bilərəm. Siz də OK verirsiniz, həmən $100 bura sizin balansınıza geri göndərməyinizi istəyirsiniz. Və beləliklə onlar bu pulu sizin kartınıza geri vururlar. Bu qədər asan və sadədir. Sadəcə $100 görə 2 manat artıq ödəmiş oldunuz. Çünki kursu 1.70-dən yox, 1.72-dən hesablayıblar. 14:28-də və 2 dəqiqədən sonra bizim balansımıza yenidən əlavə olunur. Pul bizə $100 bulan da qaytarma kursu 169.15. $100 görə 169 manat 15 qəpik sizin balansınıza geri gələcək. İnşallah ki, bu balansı artırarsınız, profit eləyərsiniz, qazanc eləyərsiniz, daha çox qazanc gələr və bu ortadakı 2-3 manat da gözünüzə görünməz. Hər kəsə vurur.